Yoldaşlar salam, mən qanunvericilik müəllimi, hüquqşünas Nadir Hacı. Bu gün sizlə Dövlət İmtahan Mərkəzinin deməli testlərinin analizinin növbəti hissəsindəyik. 11-ci suala baxaq. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən doğru olan cavabı müəyyən edin. Yoldaşlar, doğru olan cavabı müəyyən edin, doğru deyil və s. bu tipli hissələrdə diqqətli olun. Deməli, hazırda 3 səhv cavabımız var, bir dənə də doğru cavabımız var. Heç bir sosial qrup hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Bəli, sosial qrup gəlib deyə bilməz ki, salam, məsələn, biz əlillərdən ibarət bir qrupuq, sağlamlıq imkanları məhdud şəxslər qrupuyuq və yaxud da, nə bilim, müxtəlif tipli sosial qruplar ola bilər. Gəlmişik hakimiyyəti həyata keçirilməsi səlahiyyətini mənimsəyək. Belə bir hal ola bilməz. Heç bir kəs heç bir halda dövlət hakimiyyəti səlahiyyətlərinin həyata keçirilməsini ələ keçirə bilməz. Burada biz buna yanlış deyəcəyik yoldaşlar. Nəyə görə? Çünki heç bir kəs heç bir halda ifadəsi doğru deyil. Bu belə hakimiyyətin həyata keçirilməsi sahəsində fikrinizi mənimsəmək yox, ələ keçirməkdir. Baxın, məsələn, bir siyasi partiya çalışıb, vuruşub, gəlib deməli hakimiyyətin həyata keçirilməsini ələ keçirə bilər. Bu normal bir haldır. Bizim həmən bu ifadənin keçdiyi hissədə 6-cı maddəmizdir. Fikir versədir, heç bir hissəsi, sosial qrup, heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz deyir. C variantı Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində yaşayan şəxslərdən ibarətdir. Böyük səhv, şəxs yox, vətəndaş. Baxın, vətəndaş və şəxs ifadələrini qarışdırmayaq. Hər bir vətəndaş şəxsdir, amma hər şəxs vətəndaş deyil. Çünki şəxs anlayışının içində əcnəbi də var, vətəndaşlığı olmayan şəxs də var. Hakimiyyətin mənimsənməsi dövlətə qarşı ən ağır cinayətdir, böyük xətadır yoldaşlar. Dövlətə yox, xalqa qarşı ən ağır cinayətdir. Nəyə görə belədir yoldaşlar? Baxın, bu gün siz məni izləyirsiniz, belə deyək. Biri mən dərs danışdığım yerdə çəkdi, mənə kənara dedi ki, çəkil, mən bu adamlara dərs izah edəcəm. Bu kimə qarşı ən ağır cinayətdir? Sizə qarşı. Siz bu videonu açmısınız ki, məni dinləyəsiniz, amma başqa birini dinləyirsiniz. Başa düşürsünüz, bu sizə qarşı ən ağır cinayətdir. Ona görə bu istiqamətdə yaddaşınızda qalmasını tövsiyə edirəm. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyətlə bağlı düzgün müddaanı müəyyən edin. Torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilməz. Böyük səhv. Biz bilirik ki, yoldaşlar, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Bu niyə belədir yoldaşlar? Məsələn, sən bir torpaq almısan deyək, bu torpağın təyinatı bağçılıqdır, məsələn. Amma sən bağçılıq təyinatda aldığın torpağı alıb istifadə eləmirsən, orada heç bir bağ əkmirsən, heç bir iş görmürsən, qalır orada heç bir faydasız. Sadəcə sən bir növ onu, nə bilim, investisiya kimi saxlamısan. Bu fərdi yaşayış evinin tikintisi üçün olsaydı, məsələn, başa düşülən olardı hardasa ki, adam ev tikmir. Amma o torpağın təyinatı bağçılıqdır. Məsələn, sən bağçılıq istiqamətində istifadə eləmirsənsə, avtomatik olaraq torpaqdan səmərəli istifadə eləməmiş olursan və sosial ədaləti, belə deyək də, burada sosial ədalət zərərə məruz qalır. Əmlakın tam müsadirəsinə yol verilir, yol verilmir yoldaşlar. Məsələn, bir ovçudur, ov alətlərindən istifadə eləməklə pul qazanır. Bu onun son, belə deyək də, bir maddi gəlir qaynağıdır. Sən ov alətlərini onun əlindən ala bilmirsən. Bir rəssamın əlindən, belə deyək, rəsm çəkmək üçün olan avadanlıqlarını ala bilmirsən. Məsələn, nümunə kimi deyirəm ki, xatirinizə qalsın sadəcə. Mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməz. Doğru cavabdır yoldaşlar. Bəli. Mənim mülkiyyətimdə tutaq ki, nə bilim, mənim həyətimdən deyək ki, bir çay keçir, mənim həyətimdən keçir amma. Düzdürmü? Mən deyim ki, mənim həyətim deyil, mənə aiddir, mən istədiyimi edirəm, götürürəm ora, nə bilim, zibil tökürəm, neynirəm və həmən o çayın axarı istiqaməti üzrə gedir başqa bir, belə deyək, heyvan o sudan içir və zəhərlənir, ölür və s. Sən cəmiyyətin və dövlətin mənafi əleyhinə istifadə edirsən mülkiyyətindən. Olmaz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olmur, xeyr, olur. Yəni, az öncəki nümunədə buna deməli, örnəkdir ki, sənin xüsusi mülkiyyətin var, sən
bu demək deyil ki, sən sosial məsuliyyətdən azadsan. Sən bu torpağı almısan, sən burada bağçılıq eləməlisən, məsələn deyirəm, eləməlisən. Sənin üstündə sosial bir öhdəlik mövcuddur. 13. Azərbaycan Respublikasının konstitusiyasına əsasən yanlışdır. Deməli, baxın, qara ilə də göstərib və bizdən yanlışı istəyir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi bölünməz vətənidir. Bəli. Kim Azərbaycana vətən deyə bilər? Vətəndaş. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etməməklə Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, dövlətə və qanunlara tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarıdır. Baxın, bu tipli testlər artıq dəbdir. Deyir ki, dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Normalımız budur, düzdürmü? Tələbə dərhal səhv götürür ki, müəllim bu səhvdir. Niyə? O dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Burada da bir ton şey yazılıb. Elə xalqın anlayışını yazıb zaten. Xalqın anlayışı elə budur. Vətəndaşlar. Düzdürmü? Baxın, konstitusiyanın bu hissəyə biraz vaxt ayıracağım kiçik. Baxın, fikir verirsə burada Azərbaycan xalqı başlayır sadalayır. Ərazidə və ondan kənarda yaşayan dövlətə, qanunlara tabe sayılan vətəndaşlardan ibarətdir. Beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalar istisna. Xalqın anlayışını burada verir. Burada isə Azərbaycan Respublikası dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır deyir və bu xalq anlayışı var qara ilə göstərilən hissəni. Bütün bax buradakı izahla birlikdə tamamlayır. Bu səhv cavab deyil, bu doğrudur. Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan dövlət, bir sözlə xalq demək istəyir bu. Tabe sayılan vətəndaşlar, yəni xalq, sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarə etmə formasını müəyyən etmək hüququnu, bilavasitə ümumi səs verməsi, yəni referendum, bir də nümayəndələri vasitəsindən həyata keçirilir. Bəli, bu xalqın suverenliyidir, yoldaşlar. Suverenlik nə deməkdir? Bu adam suverendir. Öz müqəddəratını özü təyin edir, öz taleyini özü müəyyən edir, istədiyi kimi özünü idarə edir. Düzdürmü? Bu adama biz deyirik, sən suverensən. Eləcə də bir xalqa da deyirik ki, sən suverensən. Düzdürmü? İstəyərsən Rusiyanın tərkibində qalarsan, istəyərsən azad olarsan. Məsələn. Tamam, yaxşı, mənim suveren hüquqlarım var, başa düşdüm. Bəs mən bunu necə həyata keçirdəcəm? Sual yaranır. Sən suveren hüququ həyata keçirmək üçün iki yolun var. Ya referendum, düzdürmü? Ya da nümayəndə. Məsələn, mən hər dəfə tələbələrimə dərsdə də deyirəm, bu artıq bir adət halında alıb. Deyirəm ki, məsələn, siz mənə söz demək istəyirsiniz. Siz mənə demək istəyirsiniz ki, Nadir müəllim, bəs sizə bir fikir müraciətiniz var. Sizin mənə öz fikrinizi, suveren hüququnuzdan istifadə edib öz fikrinizi deməyin iki yolu var. Bir, ya səs vermə. Dedik, müəllim, biz məsələn 17 nəfərik və səs vermə elədik. 9 nəfər razıdır ki, məsələn, dərs tarixi dəyişsin. Görürsünüz, öz fikrinizi mənə necə ifadə elədiniz? Öz fikrinizi mənə ifadə elədiniz, deməli referendum yolu ilə. Bir də var nümayəndə. Müəllim, biz əlini özümüzə səlahiyyətli nümayəndə təyin etmişik. Əli də başlayır danışmağa. Əli deyir ki, mən səlahiyyətli nümayəndəyəm və dərs tarixinin dəyişməsini tələb edirəm, müəllim. Bu da digər bir yoldur. Bəli, hər şey qaydasında səhv yoxdur. Böyük ehtimal ki, səhv cavabımız D-dir. Gəl baxaq. Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən dövlət hakimiyyəti daxili məsələlərdə yalnız Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Böyük bir səhv daha. Yoldaşlar, baxın. Bu mənim, yenə deyirəm, dərsdə tələbələrimə mütəmadi çəkdiyim misallar da istəyirəm artıq sizlər üçün də asan olsun. Baxın, belə bir hal düşünək. Nadir və dövlət. Dövlət deyir ki, mənim əlimdə hakimiyyət var. Mən istədiyimi edə bilərəm, elə düşünürəm və gəlirəm Nadiri öldürmək istəyirəm. Nadiri niyə öldürə bilmir dövlət? Hakimiyyət ondadır da, istədiyi vaxt öldürsün. Niyə öldürə bilmir, yoldaşlar? Səbəb odur ki, çünki Nadirin yaşamaq hüququ var. Görürsünüz, dövlət öz hakimiyyətini tətbiq edə bilmir. Niyə? Çünki Nadirin yaşamaq hüququ var. Sən Nadirin yaşamaq hüququnu əlindən ala bilməzsən. Sən gəlirsən, dərhal toxunursan, sənin hakimiyyətin mənim hüquqlarıma toxunur və durur.
Deməli, dövlət hakimiyyəti daxili məsələlərdə hüquqla məhdudlaşır. Amma xarici məsələlərdə isə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn iddialarla onu da başqa bir videoda izah edərik. Gördüyünüz kimi burada daxili məsələlər beynəlxalq müqavilə səhvdir. Hüquq olmalıdır. 14-də baxaq. Azərbaycan Respublikasının konstitusiyasında təbii ehtiyatlarla bağlı təsbit olunmuş müddəyə əsasən uyğunu soruşur. Təbii ehtiyatlar hər hansısa fiziki və ya hüquqi şəxslərin hüquqları və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Doğru cavabdır, yoldaşlar. Hacı Zeynalabdinin dövründəki kimi deyil. Yəni, təbii ehtiyatlar artıq şəxslərə mənsub deyil. Mənim torpağımdan neft çıxıb mənimdir. Xeyr, Respublikaya mənsubdur. Tamam, sənin torpağından çıxıb, ola bilər. Sənin ərazindən çıxıb, ola bilər. Biz sənin hüquq və mənafeyinə xələl gətirməyəcəyik. Sənə bir kompensasiya verəcəyik və sən gedib başqa yerdə özünə torpaq alacaqsan. Nə fiziki, nə də hüquqi şəxsin hüquq və mənafeyinə xələl gətirmək düşüncəsində deyilik. Amma təbii ehtiyat Respublikaya mənsubdur. Fiziki şəxs kimdir, hüquqi şəxs kimdir? Fiziki şəxs, yoldaşlar, ictimai münasibətlərdə bir fərd kimi öz adından çıxış edən şəxsdir. Amma hüquqi şəxs kimdir, yoldaşlar? Bir təşkilat, bir müəssisə. Məsələn, Hüquq Hazırlıq Mərkəzi bir hüquqi şəxsdir. Başa düşün, bir insan fərdi deyil. Amma nadir bir fiziki şəxsdir, insan fərdi. 15-ci testimiz isə, yoldaşlar, Azərbaycan Respublikasının konstitusiyasına əsasən düzgündür. Deməli, bizdən düzgünü soruşur. Mülki mübahisələrdə dövlət mülkiyyətinə üstünlük, ümumiyyətlə, yoldaşlar, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Bunu səhv eləmək ayıbdır. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkləşdirilməsinə heç bir halda yol verilmir. Xeyr, böyük bir səhv. Sənin torpağın var və dövlət gəlib sənə deyir ki, baxın, dövlət ehtiyacıdır. Bu istiqamətdə yol çəkilməlidir və yaxud da başqa bir səbəb. Həqiqətən dövlət ehtiyacı göstərə bilirsə, o zaman sən onu satırsan artıq həmən o deməli dövlətə. Çünki dövlət ehtiyaclarını göstərir. Bu halda sənin özgəninkləşdirilməmək kimi bir şansın yoxdur. Sən onu satacaqsan. Aydındır? Sənə ədalətli şəkildə kompensasiya veriləcək və sən dövlət ehtiyacı olduğuna görə satacaqsan torpağı. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bəli, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bizdə ərazi toxunulmazdır, mülkiyyət toxunulmazdır. Konstitusiyanın birinci bölməsində bunlar hamısı sadalanıb. Mülkiyyət yalnız dövlət və xüsusi mülkiyyət böyük bir səhv, bələdiyyələrin də adında mülkiyyət olur. C variantı, yoldaşlar. Dəyərli dostlar, ümid edirəm ki, sizin üçün faydalı oldu. Mütəmadi olaraq bu tipli videolar çəkməklə sizlər üçün də asanlıq olmasına çalışacağım. İnşallah sizin üçün faydalı olar. Sağ olun, sağlıqla qalın.